Salam hörmətli seyircilər. Hazırda TBTV-nin xüsusi xəbər buraxılışını izləyirsiniz. Studiyada mən Aylar Təbrizlidir. İsrailin baş naziri Benyamin Netanyahunun ABŞ-a qəfil səfəri və prezident Donald Trumpla görüşü bölgədə gərginliyi daha da artırıb. Görüşdən sonra İrana qarşı səsləndirilən sərt, savaş qoxulu bəyanatlar regionda yeni mərhələnin başlaya biləcəyini göstərir. Eyni zamanda İran adlanan ölkədə ümumxalq etirazlarının genişlənməsi fonunda Güney Azərbaycan Milli Hərəkatı da tarixi və həssas bir dönəmə daxil olub. Belə bir kritik zamanda nə etməliyik sualı gündəmin mərkəzindədir. Bu suala Qamuh lideri Mahmudəli Çehrəqanlı və TBTV rəhbəri Cavad İsmayılbəyli cavab verir. Meydanda olmalıyıq. Böyük millət, əziz millət. Meydanda olmalıyıq. Olmasaq yine başımıza bax, Qacarı İngilislər yıxdılar. Əhməd Şahı gəmiyə mindirib götürdülər və yerinə kimi qoydular? Riza Palanını, İngilis səfirliyində at qəşolçusu, at cilovçusu və at qoruqçusunu. Və sonra Almana tərəf biraz rəğbət göstərdi, götürdülər, apardılar. Təbid elədilər. O Mehmet Riza'nı koydular. Mehmet Riza 1946'da 1325'te 25'te 35 bin Güney Azərbaycanlını qətlam elədilər. Niyə? Təbriz millət vəkilini yollamışdı pişəvərini məclisə, məclis səlahiyyətini rədd eləmişdi, dönmüşdü Təbrizə, Təbrizdə ağsaqqallarla birlikdə öz içlərini, iç işlərini idarə etmək üçün bir hükümət qurmuşdular, yarım muxtar. Onu da Zəncanı da 6 ay sonra Tehran istədi və verildi. Ərdəbil Təbriz və Urmiyə qaldı. Allah qoysa dedilər ki, seçkilər olacaqdı, gəlirik əmniyyət olsun. Amma ordu yeritdilər. Ordu yeritdilər, 25'te 35 bin insanımızı qətlam elədilər. Namuslarımıza təəddi və təcavüz olundu. Atalarımızı kəsib doğradılar. İnsanlarımıza ayaklarına nal çalıp xiyavanlarda qaçıtdılar. Çobanları, millətçi çobanları dağda, millətçi belə naxırçılara rəhm eləmədilər çöldə. Onları da öldürdülər. 70 bin insan Kuzey Azərbaycana, yəni SSR-yə, Şurəvə tərəf qaçmaq zorunda qaldılar. Gəl meydana, heç kim gəlməyəcək. Kuzey Azərbaycan deyir ki, deyin varıq. Gəlin meydana, özünüz gəlməlisiniz. Bizdən sizə bir köməklik yoxdur. Gəlməlisiniz meydana və bədəlini ki, qandır, candır ödəməlisiniz. Nə deyir? Sahibsiz vətənin batması haqdır. Sən sahib çıxsana gəl, bu yurt, bu topraq, bu vətən batmayacaqdır. Hər yer doludur iyidinə. İyid can verir, iyid can verər, qan verər. Millət yaşasın, vətən yaşasın. Azizlər, sizi çağırıram etirazlara. Lütfen gəlin meydanlara, silahsız etirazları başlayaq. Əgər bizim qanımız tösələr, qanlı savaşa və qurtuluş savaşına da hazır olmalıyıq. Mən inanıram ki, böyük millətimiz haqlarını tanıyır, onun haqlarına təcavüz edənləri bilir, onu haqlarından məhrum edənləri bilir, gələcək meydana, haqlarını istəyəcək, lazımdır mübarizə, mücadiləni eləyəcək və bədəli nə olur olsa, həzinəsi nə olur olsun, onu ödəyib öz istiqlal və hürriyyətini əldə eləyəcək. TBTV tamaşaçılarını salamlayıram. Görünən odur ki, Molla hakimiyyətinin ömrü sona çatmaq üzrədir. Güney Azərbaycan millətinin iradəsindən kənar, onun varlığını və haqlarını nəzərə almadan son dərəcə təhlükəli planlar hazırlanıb. İran adlanan ölkənin Cumhurbaşqanı Pezeşkiyanın öz etiraflarına görə ölkənin iqtisadi, siyasi, ictimai, hətta dini fəsadlar bürüyüb. O, dövlətin idarə olunmaz vəziyyətə düşdüyünü Milli Məclisdə açıq və aydın bir şəkildə bəyan etdi. Bu etiraflardan dərhal sonra ölkədə kaos baş qaldırdı. Tehran və onunla yanaşı digər şəhərlilər üsyan etdi. Bu hadisələr yalnız bir başlanğıcdır və İranı qarşıda daha da ağır günlər gözləyir. Bir tərəfdə Rıza Şah ruhun şad olsun
çağırışları səslənir. Ölkənin digər tərəfində isə Azərbaycan şərəfdir, pəhləvi bir şərəfdir şüarı yüksəlir. Bu, bir-birlərini tamamilə inkar edən ziddiyyətli çağırışların açıq təzahürüdür. Bütün dünya artıq bilir ki, Azərbaycan xalqı Rza Pəhləvinin yenidən hakimiyyətə qayıtmasına heç vaxt imkan verməyəcəkdir. Azərbaycan düşmənləri qəsdən belə bir şayələr yaymağa çalışırlar ki, Pəhləviyə qarşı səsləndirilən şüarlar güya mollalara dəstəkdir. Halbuki, düşmənin uydurmasından başqa bir şey deyil. Bu şüarın gerçək mənası Güney Azərbaycanın istiqlal iradəsidir. Yəni, bizi azadlığa aparan yol artıq açılmaqdadır və Güney Azərbaycanın müstəqil dövlət kimi qurulacağı gün uzaqda deyil. Şüarımız Güney Azərbaycan İran deyil. Ya istiqlal, ya istiqlal. Yaşasın Güney Azərbaycan. Sayın Doktor Mahmud Əli bəy Çehrəqalının çağırışına mən də dəstək verirəm. Siz də dəstək verin və gələcəkdə bu barədə daha ətraflı söhbətimiz olacaqdır. Sağ olun, salamat qalın. Sizinlə TEBA TV xəbər studiyasında Aylar Təbrizli idi. Sağ olun, salamat qalın.